Deməli 2 dərəcə və yüksək dərəcəli bərabərsizliyə başlayırıq birinci sualla. Ona suallara keçmədən öncə onu bildirim ki, əgər kanala abunə olsanız həftədə 1 dəfə, 2 dəfə keçirilən canlı yayımlarda iştirak edə və riyaziyyatı daha dərin öyrənə bilərsiniz. Birinci sualda bizə deyir ki, K parametrinin hansı qiymətlərində tənnin 2 müxtəlif fərqli kökü var. Tənnin 2 dənə kökü olmaq üçün diskriminant sıfırdan böyük olmalıdır. Yəni 5x kvadratı çıx kx üstə gəl 5 bərabər 0-da diskriminant böyük olmalıdır sıfırdan. Yəni mənfi k kvadratı çıxılsın 4ac böyük olmalıdır sıfırdan. Bu deyilir k kvadratı çıxılsın 4 vur 25 100 böyükdür sıfırdan. Bu da k minus 10 k üstə gəlinsin 10 deməkdir. Və sonra intervalı çəkirik. Mənfi 10'u və müsbət 10'u qeyd edirik. Daha sonra aralığı çəkdikdən sonra bizə nə lazımdır deməli? Mənfi 10'dan kiçik qoyduqda müsbət alınır, sonra mənfi alınır, yenə müsbət. Bizə müsbət aralıq lazımdır. Mənfi sonsuzluqdan mənfi 10'a, daha sonra birləşir 10'la müsbət sonsuzluğa. D variant uyğun cavabdır. 2 nömrəli suala keçirik indi uşaqlar. Deyir ki, hansı şərt ödəndikdə bərabərsin x-in heç bir həqiqi qiymətində ödəmir. Həqiqi qiymətində ödəməməsi üçün uşaqlar, unutmayın, diskriminant sıfırdan kiçik olması lazımdır. A da sıfırdan kiçik olmalıdır. Yəni bu zaman nə olacaq? İfadənin diskriminantı sıfırdan kiçik olduğu üçün A sıfırdan kiçik olanda bütün həqiqi qiymətlərində mənfi olacaq və bura mənfi olanda ifadə heç vaxt müsbət şərti ödəməyəcək. Niyə kiçikdir, bərabərdir deyirik? Çünki sıfırı da ödəmir o açıdan. Cavab A variantı. Üçüncü suala baxırıq. Bərabərsizliyi həll edilir. Bu tip suallarda nə edir uşaqlar? Baxın, bu kökü 5'dir, 8'dir və 4'dür. Hardan biri? 5'i yerinə qoyunda bura 0 olur. 8'i qoyunda bura 0 olur. 4'ü qoyunda bura 0 olur. O zaman arağı çəkirəm. Deyirəm ki, bu mənfi 5'dir bir kökü. Bir kökü 8'dir, bir kökü də 4'dür. Daha sonra qiymətləri qoyub yoxlayacağım. Amma unutmayın uşaqlar. Kvadrat olan kök, bax bu vara 2. 2 olanda bu həmişə nəyi göstərir? Müsbətliyi. Onda bunu kökü təyin eləmədə iştirak etməyəcək. Baxıram bu ifadəyə. 1'in üstü 3'dür. Ona görə mənfi qoysam mənfi, müsbət qoysam müsbət olur. Mənfi 5'dən balaca bir ədəd qoysaq uşaqlar. Nə olacaq? Mənfi 5'dən balaca ədəd qoyanda, o məsələn mənfi 6 qoysam, bura mənfi, bura mənfi. 2 mənfi buranda müsbətləşəcək. Mənfi 5'dən 4 arasında bir ədəd qoysun. Ümumiyyətlə unutmayın, kvadratın, uşaqlar bax biz burada dedik bura kvadratda. Kvadratın sağda solda eyni işarə olur. Yəni mənfi 5'in sağda solda müsbət olacaq. 4 ilə 8 arasında bir qiymət qoyacaq. Məsəl üçün 5 qoysaq. Bura mənfi, bura müsbət olacaq mənfi. 8'dən böyük qoyanda müsbət. Bizə lazımdır mənfi olan aralıq, yəni olacaq 4 ilə 8 arası, hər ikisi daxildir A variantı. 4 nömrəli sual. M parametrin hansı qiymətlərində tənnin həqiqi kökləri yoxdur? Həqiqi kök yoxdur, diskriminant sıfırdan kiçikdir deməkdir. Diskriminant onda baxırıq. Deməli, x kvadratı çıx 2 vur m plus 3x üstə gəl 36 bərabər 0-a. Diskriminant olmalıdır sıfırdan kiçik. Diskriminant nədir? 2 vurulsun m plus 3'ün kvadratı çıxılsın 4ac. Demək kiçik olmalıdır bu sıfırdan. Bunu da vurub açanda eləyəcək 4 vurulsun. M kvadratı üstə gəl 6m üstə gəl 9 çıx 4 vur 36 kiçikdir sıfırdan. Hər ikisində 4'ü ortaq vuruq kimi çıxardam. Yanında m kvadrat üstə gəl 6m üstə gəl 9 çıx 36 eləyəcək çıxılsın 27 kiçikdir sıfırdan. Buradan köklərini taparam. O nədir ki? Cəmi 6 mənfi 6 hasili mənfi 27 olar. Mənfi 9'dan 3. Deməli bu m üstə gəlsin 3'dür və m çıxılsın. Daha doğrusu m üstə gəl 9'dur. M çıxış 3'dür. Kiçikdir sıfırdan. Arağı çəkib kökləri qoyuruq və heç bir kök daxil deyil. Müsbət, mənfi, müsbət olacaq. Bizə mənfi olan aralıq lazımdır. Yəni mənfi 9'dan 3'ə kimi C variantı. 5 nömrəli sual da bu tipdədir uşaqlar. Deməli, nə edəcəyik biz? Mənə deyir ki, m-in hamısı qiymətində tənnin həqiqi kökü yoxdur. Deməli, burada diskriminantı yazacağım. Diskriminant nəyə bərabərdir? Sıfırdan kiçik olmalı həqiqi kökü olmaması üçün. Və diskriminant da mənfi 2 m plus 5'in mörtərizə kvadratdır. Çıxılsın 4ac kiçikdir sıfırdan. Vurub açanda eləyir 4 vurulsun. M kvadrat üstə gəl 10m üstə gəl 25.
Çıxılsın 4 vur 49 kiçik sıfırdan. Hər ikisində 44 var. Çıxardanda qalır m kvadrat üstə gəl 10m çıxılsın 24 kiçikdir sıfırdan. O nədir? 6 ilə 4 2 cəmi mənfi 10, mənfi 6 ilə mənfi 4. Hasili isə mənfi 24 eləyər. Bu bir. Bir də başqa varmı bəs? Hasili müsbət eləyir, ona görə olmur. Bu getdi. Bir də 12 ilə 2 var. Acaba hansı mənfidir? Mənfi 12 ilə 2. Cəmləyəndə mənfi 10 eləyir, müsbət yazdır. Vuranda mənfi 24. Deməli, bu x plus 12, x minus 2-dir. İfadə indi kökləri hansıdır? Mənfi 12 ilə 2. Aralığı gətirib qoyanda müsbət, mənfi, müsbət olacaq. Bunu da hardan bilirsiniz uşaqlar? Əgər gördüyünüz kimi x-lar birinci gəlirsə və x-dan sonra gələn ədəd müsbət, mənfi olma fərqi yoxdur. Amma x-in işarəsi müsbətdirsə, o zaman işarə bir-birini izləyir. Müsbət, mənfi, müsbət olur. Mənfi aralıqlar oldu. Mənfi 12-dən 2-yə kimi y variantı. Keçirik 6 nömrəli suala. X üstü 4 kiçikdirsə 81 bərabərsizliyini həll eləyin. Bu da har olacaq uşaqlar. Deməli, neyniyəsik? X üstü 4 çıx 81 kiçikdir sıfırdan. Bunu da yazıram. X kvadratı çıx 9. X kvadrat üstə gəl 9 kiçikdir sıfırdan. Bu hissə həmişə müsbətdir deyə baxmıram. Digərini həll edirəm. X minus 3, X plus 3 və 6x kvadrat plus 9. Sıfırdan kiçik. Dedik, bura həmişə müsbətdir. Ona görə kökü də yoxdur deyə baxmıram. Yəni sıfıra çevrilmir. Bu digər tərəfdə kök nədir? 3 ilə mənfi 3. Gətirib qoyuram mənfi 3-ü də, 3-ü də yerinə. Sonra müsbət, mənfi, müsbət edir. Mənfi olan aralıq lazımdır. Yəni hara orta hissə mənfi 3-dən 3-ə A variantı. 7 də bunun yenisidir uşaqlar. Baxın. Yazıram ki 7-də x üstü 4 çıx 16 böyükdür sıfırdan. Bu da eləyir x kvadratı minus 4 və x kvadratı plus 4 böyükdür sıfırdan. Bu hissəni bir də açanda x minus 2, x plus 2 böyük bir də x kvadrat üstə gəl 4 böyükdür sıfırdan. Kökləri 2, mənfi 2 və bunun kökü yoxdur. Ona görə yazıram mənfi 2-ni və 2-ni qeyd edirəm. Mənfi 2-dən balaca mənfi 3 verəndə bura mənfi olur, bura müsbət mənfi. Daha doğrusu hər ikisi mənfi olur deyə müsbət. Mənfi 2-nin kərəsi 0 verəndə bura mənfi olur, bura müsbət olur, işarə mənfi, digər də müsbət. Bizə müsbət aralıq lazımdır. Yəni mənfi sonsuzluqdan mənfi 2-yə və 2-dən müsbət sonsuzluğa C variantı bizim şərtimizi ödəyir. Keçirik 8 nömrəli sualı uşaqlar. Deyir ki bizə 8-də 3x kiçikdir. X kvadratı üstə bölü 3 üstə gəl x minus 9-dan. Gəlin hər tərəf öncə 3-ə vuraq bütün ifadəni. Olacaq 9x kiçikdir. X kvadratı üstə gəl 3x minus 27-dən. Hamısını bir tərəfə keçirək. X kvadratı üstə gəl 3x çıx 27 çıx 9x böyükdür sıfırdan. X kvadratı çıx 6x çıx 27 böyükdür sıfırdan. Bunun kökləri hansıdır? 9 ilə mənfi 3 olar da ki, toplayanda 6, vuranda mənfi 27 alsın. Yazıram x minus 9 və x plus 3 böyükdür sıfırdan. Arağı çəkirəm, mənfi 3-ü qeyd edirəm, 9-u qeyd edirəm və mənfi 3-dən kiçik mənfi 4 verəndə bura hər ikisi mənfi olduğu üçün müsbət. Mənfi ilə müsbət arası 0 verəndə bura mənfi 9 olur, bura 3 olur, yəni mənfi 9-dan böyük verəndə müsbət olacaq. Bizə lazımdır müsbət aralıq. Yəni hara? Mənfi sonsuzluqdan mənfi 3-ə kimi gəlir. Sonra birləşir 9-dan müsbət sonsuzluğa. A variantı bizim şərtimizi ödəyir uşaqlar. Keçirik indi. Daha doğrusu üzr istəyirəm. Y variantı mənfi 3-dür. Çünki A-da müsbət 3 verib. Keçək 9 nömrəli suala. İndi 9-a deyir ki, x kvadratı üstə gəl 4x minus 5 kiçik bərabər 0. O nədir ki, cəmi 4, mənfi 4, hasili mənfi 5 eləyir. Mənfi 5 ilə 1. Cəmi mənfi 4 eləyir, hasili mənfi 5. Yəni bu x plus 5-dir bir kökü. Bir kökü də x minus 1-dir. 0-dan balaca olsun deyirsə, mənfi 5-i qeyd eləyirəm, 1-i qeyd eləyirəm, arağı çəkirəm. Müsbət, mənfi, müsbət dedik ki, x-lar birinci gəlsə artıq işarələr bir-birini izləyir. Və mənfi aralıq lazımdırsa har olacaq? Mənfi 5-dən 1-ə kimi olacaq C variantı. Keçirik 10 nömrəli suala. 10 nömrə də bunun kimidir indi. X kvadratı üstə gəl x minus 6 kiçik bərabər 0. İndi burada o nədir ki? Cəmi mənfi 1 eləyər.
Hasili mənfi 6 eləyər. Və mənfi 3-dən 2. Cəmi eləyir mənfi 1. Hasil eləyir mənfi 6. Və yazıram x plus 3, x minus 2 kiçik bərabər 0-dan. Arağı çəkirəm. Mənfi 3-ü qeyd eləyirəm. 2-ni qeyd eləyirəm. Və işarələyirəm. Müsbət, mənfi, müsbət. Mənfi olan araq lazımdırsa hara olacaq? Mənfi 3-dən 2 kimi D variantı olacaq. 11 nömrəli sualda. Bu tip suallarda da indi nə edəcəyik? Özü zaten hazır veribdir. Bir dənə köklər yerinə qoymaq var. Bunu dedik, bir kökü mənfi 1-dir, bunda 3-dür. Və 0-dan kiçik bərabərdirsə mənfi 1 də daxildir, 3 də daxildir. Mənfi 3-dən böyük bir ədəd mənfi 2 verəndə kiçik bir ədəd. Bu hissə mənfi 3 olacaq, yəni mənfi olacaq. Bu hissə də mənfi olacaq. 2 mənfi bir-birinə vuranda müsbət. Mənfi 1 ilə 3 arası 0 versək, bura müsbət olur, bura mənfi olur, alınır mənfi. 3-dən böyük verəndə müsbət. Bizə mənfi aralıq lazımsa alınacaq hara? 11 nömrəli sualda mənfi 1, 3 aralığı. Yəni D variantı 11-də. 12-də də indi bax kökləri gəlin yazaq. Bunun kökü 4-dür, yerinə qoyunda 0 olur. Bunun kökü də 2-dir. Deməli, arağı çəkirik. Mənfi 2-ni qeyd edirik, 4-ü qeyd edirik və hər ikisi daxildir. Sonra mənfi 2-dən balaca, məsələn, mənfi 3 qoyunda bura mənfi olur, bura mənfi olur. 2 mənfi bir-birinə vurulur, müsbət. Mənfi 2 ilə 4 arası 0 qoyunda bu hissə mənfi 4 olur, bura müsbət 2 vuranda mənfi alınır. 4-dən böyük qoyunda müsbət. Bizə müsbət aralıq lazımdır. Yəni hara? Mənfi sonsuzluqdan mənfi 2 kimi gəlir və sonra birləşir 4-dən müsbət sonsuzluğa kimi Y variantı şərti ödəyir. Keçirik 13 nömrəli suala. X üstü 4 çıx 10x kvadratı üstə gəl 25 kiçik bərabər 0-dan. Bərabərsizliyini deyir bizə həll eləyin. Deməli, indi 13 nömrəli sualda, baxın uşaqlar, burada görürük ki, nə var? X üstü 4-dür. Bunu T ilə əvəz eləyə bilərik. X üstü 4-ə desək T kvadratı alınır. T kvadratı çıx 10T üstə gəl 25 kiçik bərabər 0-dan. Bu da T minus 5-in mörtərizə kvadratdır. T minus 5 0-dan kiçik olanmır kvadrat olduğu üçün. Amma 0 ola bilir. Yəni T minus 5 0-dırsa T 5-dir. T nədir? T kvadratı x üstü 4-ə idi axı. Deməli, x kvadratı bərabərdirsə 5-ə, x nəyə bərabərdir? Müsbət mənfi kökdə 5-ə D variantı. 14 nömrəli sual. A parametrin hansı qiymətlərində bərabərsizlik x-in bütün həqiqi qiymətlərində? Bax, bütün sözü sizin üçün açar söz olsun. Əgər siz bütün sözünü gördünüzsə, avtomatik nə etmək lazımdır? Diskriminant 0-dan kiçikdir deyəsiniz. Yəni nə? 5a kvadratı çıx 4 vur 4 kiçikdir 0-dan. Bu da eləyir 25a kvadratı çıx 16 kiçikdir 0-dan. Bu da alınacaq nə? 4a minus, daha doğrusu 5a minus 4, 5a plus 4 kiçikdir 0-dan. Bunun kökü 5-də 4-dür. Digərindən də mənfi 5-də 4. Arağı çəkirəm. Mənfi 5-də 4-ü yazıram və 5-də 4-ü yazıram. Sonra yenə müsbət, mənfi müsbət olacaq. Dediyimiz kimi fərq yoxdur. Qabağında duran ədəddir, kəsirdir. Bizə mənfi olan aralıq lazımdırsa alacaq hara? Mənfi 5-də 4-dən 5-də 4-ə kimi olan B variantı yəni. Digər də bunun yenisidir uşaqlar. Yenə burada da. Burada bu dəfə müsbəti istəyirsə, deməli nəyə fikir verəsik? Mənə deyir ki, x kvadratı 10 neçədir? 15-ci sualda. Kvadratı çıx 3ax plus 1 0-dan böyükdür. Bütün sözün dediyi nədir? Açardır. Yəni diskriminant 0-dan kiçik olmalıdır. İndi diskriminant 0-dan kiçikdir nə deməkdir? 9a kvadratı çıx 1, 4 vur 1 kiçikdir 0-dan. Bu da 3a minus 2, 3a plus 2 kiçikdir 0-dan. İndi burada da nə yazacağım? Bir kökü olacaq neçə? 3-də 2, bir kökü mənfi 3-də 2. Mənfi 3-də 2-ni də qeyd edirik. Normal 3-də 2-ni də qeyd edirik. Və müsbət mənfi müsbət olur. Bizə mənfi aralıq lazımdırsa olacaq hara? D variantı. 16 nömrəli sual tipli suallarda nəyə diqqət eləyəsiniz uşaqlar? Bu da vacibdir, düşə bilir. Burada diqqət etməli lazım olan şey, bax qırmızı ilə göstərin, bax buradır. Sizə bunu hesablayasız deyə verməyiblər. Onu sizə işarəni tapasız deyə veriblər. Yəni belə düşünün uşaqlar. 2 çıxısın kökdə 10 müsbət ədəddirmi, mənfi ədəddirmi? Biz bunu tapmaq üçün 2-ni kökdə 4 kimi yazsaq, kökdə 4-dən kökdə 10 çıxsaq, təbii ki, mənfi bir ədəd alınacaq. İndi mənfini
Nəyə vurublar ki, sıfırdan böyük, yəni müsbət alıblar. Təbii ki, mənfiyə vurublar. Deməli, x üstəgəl 6, x minus 7 neymiş əslində? Sıfırdan kiçiymiş, mənfiymiş ki, o iki hasili digərinə vuranda müsbət yaranır. Və salam, indi deyik ki, tam əllərin cəmini tapın. Bunun kökü nədir? Mənfi 6 ilə 7. Gətirib aralığa qoyuram, mənfi 6-nı da qoyuram, 7-ni də qoyuram. Sonra eləyəcək müsbət, mənfi. Bizə mənfi olan hissə lazımdır. Mənfi 6-dan 7-yə kimi olan ədədlər. Mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0. 1, 2, 3, 4, 5, 6, 7. 6-dan mənfi 6-ya kimi hamısı 0 olacaq. Cavab qalacaq 7 A variantı. Keçək 17 nömrəli suala. 2, deməli 3 çıxılsın kökdə 10, x üstə gəlsin 3 və x çıxılsın 5-də müsbət hissəni tap. Burada biz bir şey diqqət eləyək. Bax, burada x-sız verilən ifadə sadəcə işarə üçündür. 3 nədir? Kök hətta 9 deməkdir. Kökdə 9-dan kökdə 10 çıxanda mənfi bir ədəd qalacaq. Ona görə də deməli işarə mənfini nəyə vurmalıyam ki, müsbət alınsın? Təbii ki, mənfiyə. Deməli, x üstə gəlsin 3, x minus 5 əslində mənfiymiş. İndi bunun kökləri nədir? Bir kökü mənfi 3-dür daxildir, bir kökü 5-dir daxildir. Aralığı çəkirəm, yenə müsbət, mənfi, müsbət olacaq işarələr bir-birini izləyəcək. Mənfi olan aralıq hər oldu? Mənfi 3-dən 5-ə kimi cəmini istəyir. Mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4 və 5. 3-dən mənfi 3-ə kimi cəm 0 olur. 4-dən də 5-in cəmi eləyəcək 9C variantı. Keçirik indi 18 nömrəli suala. Burada bir şey diqqətli yanaşaq ki, uşaqlar. X üstə gəlsin 4-ün kvadratı, 3x minus x-in kvadratı 0-dan böyük bərabərdir deyir. Bax, burada bu ifadədən x ortaq vuruq kimi çıxardaram. X üstə gəlsin 4-ün kvadratı. Buradan x-i çıxardanda geridə qalır 3 çıxılsın x böyükdür bərabərdir 0-dan. İndi bunun köklərinə diqqətli olun. Bir kökü 0-dır, bir kökü mənfi 4-dür, bir kökü 3-dür. Qeyd edirəm kökləri və hər 3 kökü daxildir. Deməli, mənfi 4, 0 və 3. Aralığı çəkdikdən sonra uşaqlar, bu hissədən sonra bunu yox eləyin. Sanki yoxmuş kimi davranın. Niyə? Bu kvadratdır. Kvadratik ifadə həmişə müsbət olacaq və bizi işarə təyin edəndə heç xeyri dəyməyəcək. İndi mənfi 4-dən balaca bir ədəd götürək. Məsələn, mənfi 5. Mənfi 5-i bura qoyduqda mənfi alınacaq. Bura qoyduqda müsbət. Müsbəti mənfiyə vuranda mənfi olur. Və sizin üçün ipucu kvadrata aid olduğu kökün sağı da solda eyni işarələr olur. Yəni, mənfi 4-dən 0-a kimi də ədəd qoyanda yenə eyni cavabı alacaqsınız. 0 ilə 3 arası bir ədəd qoyaq. Məsələn, 2. Bura müsbət alınacaq. Bu isə mənfi alınacaq. Yox, burada müsbət alınacaq. Oldu müsbət. 3-dən böyük bir ədəd götürsək, məsəl üçün 4. 4-ü bura qoyduqda müsbət, digər tərəfə qoyduqda mənfi alınır. Bizə deyir 0-dan böyük olan aralığı ən böyük qiymətini tap. 0-dan böyük olduğu aralıq 0, 3-dür və hər ikisi daxildir. Mənfi 4 də bunun köküdür, bu da daxildir və 0 da daxildir dedik. Ən böyük ədəd hansı olacaq 19-da? 18-ə baxırdıq. Ən kiçik tam ədəd istəyir 18-də. Ən kiçik hansı olacaq? Təbii ki, mənfi 4D variantı. Görürsünüz uşaqlar, mənfi 4-ü qıraqda götürürüm. Çünki 0 cavabı bizim kökümüzdür. İndi baxaq 19 da bunun eynisidir. Burada isə ən böyük istəyir. Nə edəcək 19-da? Deyirik ki, 3 çıxılsın x-in kvadratı qalsın. Digərindən x-i çıxardanda qalır 4 minus x 0-dan böyükdür. Dedik kökləri yazıram. Bunun bir kökü 3-dür, 0-dır, 4-dür. Deməli 0, 3 və 4. Heç biri də daxil deyil uşaqlar. İndi 0 və dedik kvadratın aid olduğu kökü yoxa çıxardırıq. 0-dan kiçik ədəd qoy, məsələn, mənfi 3. Mənfi 3-ü qoysaq, mənfi 3, burada mənfi olur, burada müsbət olur. Ona görə işarə mənfi oldu. 0-dan böyük 1 qoysaq, bura müsbət olacaq. Bu isə müsbət olacaq. Bu tərəfə 3 ilə 4 arası bir ədəd qoy. 3,5 qoyunda bura müsbət olur, bura müsbət olur. 4-dən böyük bir ədəd qoyduqda isə mənfiləşəcək. Çünki bura müsbət, bura mənfidir. İşte bizə müsbət aralıq lazımdır. 0, 3 və 3, 4 aralığı. Burada 3, 4 aralığında heç bir tam ədədimiz yoxdur. Çıxdıq. 0 ilə 3 aralığında isə ən böyük 2 qiymətini ala bilir. Bu da Y variantıdır. Keçirik 20 nömrəli suala. Deyir ki, 20-də bərabərsinin ən böyük tam ədədi tapın.
İndi nə edəcək? X kvadratı, x kvadrat minus 9-u, x çıxılsın 3, x plus 3 kimi yazıram. Məxrəcdə olan ifadəni də gətirib sürətdə yazıram. İfadə mənfi olmalıdır. Burada köklər 1 kökü 0-dır, 3-dür, mənfi 3-dür, mənfi 1-dir. Deməli, qeyd edirəm. Mənfi 3, mənfi 1, 0 və 3. Heç biri də daxil deyil. Sonra, deməli, nə edirəm indi? İşarələr təyin edəcəm. Gəlin, bu sağ tərəfdən başlayaq. 3-dən böyük bir ədəd götürün 4 və kvadratın aid olduğu işarəni saymayın uşaqlar. Çünki dedim, axı, o həmişə müsbət olur. 3-dən böyük bir ədəd götürəndə 4. Burada müsbət, burada müsbət, burada müsbətdir. 0 ilə 3 arası bir ədəd götürən, məsəl üçün 2. 2 burada mənfidir. Burada müsbətdir, müsbətdir. Oldu mənfi. Mənfi 1 ilə 0 arasında, məsələn, mənfi 0,5 götürəndə burada mənfi olacaq. Burada müsbət, burada mənfi olacaq. Yox, müsbət olacaq. Yenə olacaq nə? Mənfi. Biz dedik zaten kvadratın sağda solda eyni işarə olmalıdır. Kvadratın aid olduğu kök 0-dır. 0-ın sağı da mənfi oldu, solu da. Mənfi 1 ilə mənfi 3 arası mənfi 2 götürərəm və burada mənfi alınacaq. Burada müsbət alınacaq. Burada mənfi 2 mənfi vuranda müsbətləşir. Mənfi 3-dən böyük, məsələn, mənfi 4 götürsəm, burada mənfi olacaq. Burada mənfi olacaq. Burada mənfi olacaq. 3 dənə mənfi bizə mənfini verir. Bizə mənfi aralığı istəyir. Mənfi sonsuzluq, mənfi 3. Birləşsin, mənfi 1, 0. O da birləşsin, 0, 3. Ən böyük tam ədəd hansıdır deyir. Ən böyük tam ədədi tapın. Ən böyük 2 daxildir. Bura D variantı olacaq 20-də. 21-ə baxırıq. 21-də bizə nə deyir? X kvadratı 2x üstə gəl 1. X minus 3 0-dan kiçik bərabərdir. Köklərini qeyd eləyərək. 0, 2-də 1, yəni 0,5 mənfi. Burada 3. Qeyd eləyirəm deməli. Mənfi 0,5. Sonra 0 və 3. 3-ü də daxildir. 3-ü də daxildirsə uşaqlar. O zaman nə edəcəyik? Avtomatik D variantı çıxır cavab hissəmizdən. Çünki 0 da daxildir. Ona görə orada daxil olma işarəsini göstərməyib deyə. Keçək indi işarə təyin eləmədə. Dedik ki, nə edirik? Kvadratın aid olduğu kökü göndərdik evinə. 3-dən böyük bir ədəd götürün 4. Bura qoyanda müsbət olur, bura qoyanda müsbət olur. Deməli, bura müsbətdir. 0 ilə 3 arası ədəd götürün, məsələn 2. 2-ni qoyduqda bura müsbətdir, bura mənfidir. Olacaq mənfi. Dedik, kvadratın sağda solda eyni işarə olmalıdır. Bir də mənfi 0,5-dən böyük bir ədəd götürün, məsələn mənfi 1. Mənfi 1 bura mənfi olacaq, bura mənfi olacaq. 2 mənfi müsbətləşir. Bizə mənfi olan aralıq lazımdır. Olacaq 0,5, 0, 3 aralığı. Yəni mənfi 0,5-dən 3-ə kimi olan aralıq. D variantı olasıdır bu da. Keçirik 22 nömrəli sualda eynisidir. Burada sadəcə daxil deyil deyir. X kvadratı x minus 1, x plus 2. Nə edirik? Kökləri yazıram. Bir kökü mənfi 2-dir, 1-dir, bir də 0-dır. Deməli oldu mənfi 2, 0 və 1. Sonra 0-dan 1-dən böyük ədəd qoyuram. Məsələn 2 qoyaram. Buranı da dedik baxmırıq. İndi 2 qoyaram. Burada müsbət, burada müsbət. Oldu müsbət. 0 ilə 1 arası bir ədəd götürərəm. Məsəl üçün 0,5. Burada mənfi olacaq, burada müsbət. Oldu mənfi, burada mənfi olacaq dedik. Kvadratın sağda solda eyni işarə olmalıdır. Mənfi 2-dən balaca mənfi 3 götürəndə bura mənfi olacaq müsbət. Bizə mənfi aralıq lazımdır. Mənfi 2, 0, 0, 1. A variantı olacaq 22-də cavab. 23-ə keçirik. X kvadratı üstə gəl 5. 3 minus x. X üstə gəl 2-də 1. Mənfidir deyir. Burada bir şey diqqət edirik ki, bu kök 0 olanmır. X kvadrat üstə gəl 5 bərabər 0. X kvadrat bərabər mənfi 5-ə və belə bir şey boş çoxluqdur. Bu 0 olanmırdı, getdi. Burada bir kökü 3-dür, bir kökü də 2-dir, mənfi 2-də 1-dir. Gətirib qoyuram yerinə. İndi burada nə edirik? Kökləri götürək yazaq. Mənfi 2-də 1-dir, bir kökü, bir kökdə 3-dür. Arağı çəkirik və baxırıq. 3-dən böyük ədəd qoyduqda mənfi, müsbət olur mənfi. Mənfi 2-də 1-ə 3 arası 0 qoyduqda olur müsbət. Mənfi 2-də 1-dən balaca bir ədəd, məsələn mənfi 3 qoyduqda bura müsbət, bura mənfi olur, yenə mənfi. Bizə mənfi aralıq lazımdır.
Mənfi sonsuzluqdan mənfi 2-də 1-ə birləşir 3-dən müsbət sonsuzluğa. Olacaq C variantı. İndi 24-ə baxırıq. Yenə dedik ki, bu 0 olamırdı, bu kök getdi. Bir kökü 5-dir, bir kökü də mənfi 3-də 1-dir. Burada yazıram. Deməli, qeyd edirəm 5 kökünü və mənfi 3-də 1 kökünü və 5 kökünü. Arağı çəkirəm. Unutmayın uşaqlar, bax, sizin üçün ipuçları deyirəm. İpucu 1. Əgər, görürsünüz burada x-in işarəsi mənfidir, burada x-in işarəsi müsbətdir. Əgər işarələr tərsdirsə, burada işarələr belə başlayır. Mənfi, müsbət, mənfi. Yəni, inanmırsınız, yeni rəqəm qoyaq, baxaq. Məsələn, 5-dən böyük ədəd götürün 6. 6-nı bura qoyunda müsbət, bura qoyunda mənfi. Oldu mənfi. Mənfi ilə müsbət arasında 0 qoyarıq. 0 qoyanda bura müsbət, bura müsbət olur müsbət. Digərdə yenə mənfi. Və salam, mənfi arağı istəyir. Olacaq mənfi sonsuzluqdan mənfi 3-də 1-ə birləşir 5-dən müsbət sonsuzluğa. Bu da C variantında uyğundur. 25. A parametrin hansı qiymətlərində bərabərsi x-in bütün. Bütün sözünü görmək, o deməkdir ki, diskriminant 0-dan kiçik olsun. Diskriminant nədir burada? B kvadratı, yəni nə? Mənfi 2a-nın kvadratı çıx 4ac. Kiçik olmalıdır 0-dan. Bu da eləyəcək 4a kvadratı çıx 36 kiçikdir 0-dan. 4-ü çıxardanda a kvadrat çıx 9 kiçikdir 0-dan. Bu da eləyir a minus 3, a plus 3 kiçikdir 0-dan. İndi arağı çəkərəm. Mənfi 3-ü, müsbət 3-ü qeyd eləyərəm. Və müsbət, mənfi, müsbət olacaq. Əgər baxın, unutmayın. İşarələr eynidirsə və birinci gələrsə belə olur. Və nə deyir? Bizə 0 aralığı mənfi 3-dən 3-ə kimi olacaq. Və salam A variantı. Keçək 26-ya. 26-da deyirik ki, A parametri hansı qiymətində bu tənliyi bərabərsizliyi x-in bütün həqiqi x-lar üçün ödənir. Bütün sözü diskriminant 0-dır deməkdir. Bunu beyninizə həkk eləyin. Bu da olur x kvadrat üstə gəl 2a x üstə gəl 4 0-dan böyükdür. Arağı çəkərəm. Birinci diskriminantı 0-dan kiçik götürərəm. Tənliyi həll eləyərəm. 4a kvadratı çıxılsın. 4 vur 4 kiçikdir 0-dan. 4-ü çıxardanda a minus 2 a plus 2 kiçikdir 0-dan. Arağı çəkirik. Mənfi 2, müsbət 2-ni qeyd eləyirik. Müsbət, mənfi, müsbət olacaq işarələr. Mənfi olan aralıq mənfi 2-dən 2-yə kimidir. C variantı. 27-yə keçirik uşaqlar. Bərabərsizliyini həll eləyin deyir bizə. Bir tərəfə keçirərəm. Yazaram 27. X kvadratı üstə gəl 3x minus 1-in kvadratı çıx. X kvadratı çıx 7x plus 1-in kvadratı kiçikdir 0-dan. Bu da a kvadrat çıx b kvadrat necə açılır? A, yəni birinci, çıx ikinci, birinci, üstə gəl ikinci. 0-dan kiçik olmalıdır. Burada x kvadratları gedir, qalır 10x çıx 2. Burada olur 2x kvadratı çıx 4x. Birincidən 2-ni çıxardıram, ikincidən 2x-i çıxardıram. Geridə qalır 5x minus 1, digərində qalır x minus 4, x minus 2. Məsələn, indi burada köklər 1 kökü 5-də 1-dir. Bir kökdə 2-də dedik. Sonra nə edərik? Deməli, 5-də 1-i yazarıq. 5-də 1-i, bir də 2-ni. Sonra aralıq çəkərik. Burada hər iki kökdə daxildir bu arada. Bir də x 0. 0 kökünü necə unutmuşuq? Axı bunun burada bu x-i də var. 0-ı da qeyd eləyərik. Daha sonra indi bizə nə deyir? Bərabərsizliyi həll eləyin deyir. Deməli, kökləri tapdıq. 0, 5-də 1, 2. Və hər 3 kökü də nədir? İşarəsi müsbətdir. Ona görə mənfi olanları çıxaq. Mənfiləri çıxdıq. Geridə qalır. Digər variantlar gördünüz, işimizi nə qədər asanlaşdırdıq. İndi baxaq. 0-dan 2-dən böyük bir ədəd qoyaq. Məsəl üçün 3. 3-ü qoyduqda bura. Bura müsbət alınır, bura müsbət alınır, bura müsbət alınır. 3 dənə müsbət bizə verir müsbəti. 5-də 1 ilə 2 arası 1 qoyaram. Bura mənfi alınacaq, bura müsbət alınacaq, müsbət oldu mənfi. 5-də 1 ilə 0 arası 0,2 qoyaram. Daha doğrusu yox. 0,1 qoyaram. Bura yenə mənfi alınacaq. 5-də 1-i 0,1-ə vuranda 0,5 çıxanda mənfi alınacaq.
Digəri müsbət alınacaq. 2 mənfi 1 müsbət. Sıfırdan kiçik qoyunda da mənfi olasıdır və salam. İndi bizə nə lazımdır? Mənfi olan aralıq. Mənfi sonsuzluqdan sıfıra kimi gəlir 5-də 1 ilə 2 arası. Yəni D variantı bizə uyğundur. 28 də bu tip işləyəsinik uşaqlar. İndi 28-i yazmaq üçün deməli nələr diqqət edirik? Birincisi, bu tip suallarda hamısını bir tərəfə keçirmək lazımdır. X kvadratı çıx 3x çıxılsın 2-nin kvadratı çıx. X kvadratı üstə gəl 5x üstə gəl 2-nin kvadratı. Böyük bərabər sıfırdan. Deməli dedik ki A kvadrat çıx B kvadrat düsturu necə açırsa elə açasıyıq. Yəni birinci çıxılsın ikinci bir dəqiqə. Birinci çıxılsın ikinci çıxanda işarələr dəyişir. Birinci üstə gəlsin ikinci. Və salam sıfırdan böyük olsun. Burada x'lar gedir, kvadratlar. Geridə qalır mənfi 8x çıx 4. Digərində qalır 2x kvadratı üstə gəl 2x. Bunlar da getdi. Böyükdür sıfırdan. Burada mənfini birincidən çıxartsaq. Mənfi 4'ü qalacaq 2x plus 1. Digərindən də nəyə çıxardaq? 2x'i çıxardaq. Qalacaq x plus 1. Böyükdür sıfırdan. Bu mənfini digər tərəfə vuranda işarə dəyişəcək. Yəni alacaq 8x, 2x üstə gəlsin 1, x plus 1, sıfırdan kiçik bərabər olacaq. Bunun kökləri 0, mənfi 2-də 1, mənfi 1. Всё. Kökləri tapdıq mı? Tapdıq. Deməli, müsbət 2-də 1 olan kökü yoxdur, B variantı getdi. 1 olan kökü yoxdur, A variantı getdi. 2 olan kökü yoxdur, D variantı getdi. Və salam. İndi rahat işləyə bilərik. Əslində bunu çıxmasaq da olar, amma yenə də sizə asanlıq olsun deyə. Məsələn, atmaq istəyirsiniz deyək ki, sualı. Bilin ki, nə ilə nə arasında atmaq lazımdır. Deməli, bunun kökləri oldu mənfi 1, mənfi 2-də 1 və neçə? 0. Hər üç kökü də daxildir bu arada. Arağı çəkirəm. 0-dan böyük qiymət qoy. Məsəl üçün 5 qoyuram. 5 qoyanda bura müsbət, bura müsbət, bura müsbət. Oldu müsbət. Bizə amma mənfi araq lazımdır. Deməli, 0 müsbət sonsuzluq olan hissəni götürməsiz cavab olacaq C. Birbaşa yazdıq. Amma yenə də deyək ki, açıq sualda indi yazmalıyıq. Mənfi 2-də 1 ilə 0 arası mənfi, məsəl üçün 0,1 götürərəm. Olacaq nə? Birinci mənfi olacaq. İkinci 0,2 üstünə 1 gələndə müsbət olacaq. Üçüncü müsbət olacaq. Oldu mənfi. 2-də 1 ilə mənfi 1 arası məsəl üçün götürərəm neçə? 0,7 götürə bilərəm. 0,7-ni götürsəm bura mənfi. Bura mənfi. Bura müsbət olacaq. Yox. 0,7. 2'ye vuranda 1,4. Bura nə olasıdır? 0,7 müsbət. Всё. 2 mənfi 1 müsbət verəcək bizə müsbəti, digər də mənfini. Belə yaza bilərik yəni. Keçirik indi. Daha doğrusu yox. Düz yazdıq. Mənfi olan aralıq oldu. Mənfi sonsuzluq. Mənfi 1. Mənfi 2,1 0 aralığı. 29'a keçirik. Baxın uşaqlar 29'da nəyə fikir verməliyik? 29'da da bizə deyir ki, bərabərsizliyini həll eləyin deyir. Deməli yazıram ki, x çıxılsın 3'ün kvadratı, x çıx 7, x minus 2'nin kubu 0'dan kiçik bərabərdir. İndi bərabərsizliyi həll eləyin deyəndə, deməli fikir verin uşaqlar. Birincisi kökləri yazaram. 2, 7, 3. Qeyd eləyirəm. 2 köküdür. 3 köküdür. 7 köküdür. Arağı çəkirəm. Kvadratın olduğu kökü silirəm, amma kub olan kökə dəymirsiniz. Deməli, indi işarə təyin eləyəcək. 7-dən böyük ədəd götürün 8. 8-dən 7 çıxanda 8 çıx 7. Eləyir müsbət. 8 çıx 2 eləyir müsbət. Oldu müsbət. 3-dən 7 arası 4 götürün. 4 çıx 7 olur mənfi. 4 çıx 2 olur müsbət. Oldu mənfi. Kvadratın sağda solda eyni işarəli olacaq. 2-dən kiçik ədəd götürün. Məsəl üçün mənfi 1. 0 götürün lab. 0-dan 7 çıxanda mənfi. Oldu müsbət. Mənfi aralıq lazımdır. 2, 3 və 7 olan aralıq. Hər üçü də daxil olduğu üçün 2-dən 7'ye kimi deyərik. Cavab olacaq B variantı. 30. Burada da yenə eynidir. Baxın kökləri mənfi 3, mənfi 5, mənfi 2. Arağı çəkirik. Mənfi 5'i qeyd edirik. Mənfi 3'ü qeyd edirik. Mənfi 2'ni qeyd edirik.
İşarə təyin etdikdən sonra kvadratın aid olduğu kökə baxmırıq. -2-dən böyük ədəd götürün 0. Bura qoyunda müsbət, bura qoyunda mənfi oldu, mənfi. -3 ilə -2 arası -2,5 götürərəm. Bura olacaq mənfi, bura olacaq müsbət. Oldu mənfi. 3-ün dedik sağda solda eyni işarə olmalı. Üzr istəyirəm. Bir dəqiqə. -2,5 bura mənfi, müsbət, mənfi oldu. 2-dən böyük bir ədəd götürəndə 0. Burada bura müsbət olur, diqqətli ol. Məsələn, mən çaşıb 0 falan dedim, amma daha böyük rəqəmlərə də baxmalıyıq. Məsələn, 4 götürün. Bura müsbət olacaq. Yəni ona görə müsbətləşir. Orta mənfi, burada dediyim müsbət. Bizə mənfi olan araq lazımdır. -5-dən -2-yə daxil olmaqla B variantı. 31-ə keçirik. Bərabərsizliyi həll eləyin deyir. Deməli, nə edəcəyik? Kökləri 2-dir, -5-dir və 6-dır. Qeyd edirik. Deməli, -5, 2, 6. Çəkirik aralığı. Kvadrat olan kökü görmürsünüz. Sanki yoxmuş kimi davranın. Altdan böyük ədəd götürün 7. 7-nin bura qoyunda müsbət, bura qoyunda müsbət oldu, müsbət. 2 ilə 6 arası bir ədəd götürün. Unutmayın, kvadratın sağda solda eyni işarə olacaq. Burada müsbət olası zaten. Keçirik indi nə olsun? -5 ilə 2 arasında bir ədəd götürün. Məsəl üçün 0. 0-ı qoyduqda bura mənfi olur, bura müsbət oldu, mənfi. -5-dən kiçik ədəd qoyduqda bura mənfi oldu, müsbət. Bizə lazım müsbət araq. Mənfi sonsuzluqdan -5 kimi D variantı, 2-dən müsbət sonsuzluğa kimi. 6 da daxil dediyi üçün də götürürük, kənarda götürmürük. Demək, indi 32-də uşaqlar bizə deyir ki, bərabərsizliyi həllər çoxluğuna daxildir. Ən böyük tam qiyməti 4 daxilsə 4-ü yerinə qoyaq da. 2 vur 4-ün kvadratı üstə gəl, B vur 4 çıx 54 kiçikdir bərabər 0-dan. 32 üstə gəlsin 4B çıx 54 kiçikdir bərabər 0-dan. 4B çıxılsın 22 kiçikdir bərabər 0-dan. 4B kiçikdir 22-dən, B də kiçikdir, bərabərdir 5,5-dən. İndi deyək ki, B-nin hansı ən böyük tam qiymətində bərabərsizlik həllər çoxluğuna 5,5-dən ən böyük nə var? 5 var. Cavab olacaq ona görə də nə? Y variantı. Keçirik indi 33-cü suala. Burada da ən kiçik qiyməti 2-dir deyir, daxildir. Yerinə qoyaq 33-də. 4 vur 2-nin kvadratı üstə gəl, B vur 2 çıx 7 böyükdür bərabər 0-dan. Bu da eləyir 16 çıx 7 üstə gəl 2B böyükdür bərabər 0-dan. 16-dan 7 çıxana 9 üstə gəl 2B böyükdür bərabər 0-dan. 2B böyükdür bərabərdir -3-dən. B də böyük bərabərdir -1,5 -9-dan. 4,5-dən böyük bərabərdir. Həllər çoxluğuna daxildir deyir. B-nin ən kiçik tam qiyməti istəyir. Ən kiçik hansı olacaq? Təbii ki, -4. C variantı. Keçək 34-cü suala. 34-də bizə deyir ki, uşaqlar, baxın, mənfi müsbət sonsuzluq aralığını təyin olunmuş fx funksiyasının qrafiki əsasən deyir 0-dan kiçikdir. Bərabərsizliyin həllini müəyyən edin. Burada bizə mənfi olduğunu deyirsə, gəl mənfi hissəyə baxaq. Mənfi hissə haradır? Təbii ki, aşağı olan hissədir. Aşağı olan hissə haradan başlayır? -5-dən -1-ə kimi və heç biri daxil deyil. Birləşir. Başqa hara var? 3 müsbət sonsuzluq var. Çünki görürsünüz, bax bu qrafikin belə getməyi və bu qrafikin bu hissəsi olacaq. Cavab C variantı. Digərində isə müsbət olan hissəni istəyir. Müsbət olan hissə deyəndə yuxarı, yəni olacaq -6-dan -1-ə kimi. Birləşir. 5-dən müsbət sonsuzluğa kimi olacaq nə? C variantı. Hər ikisi də daxildir. Çünki nədir? Böyükdür, bərabərdir deyir. Yuxarıda kiçikdir deyirdi sadəcə. Yuxarı böyükdür isə aşağıda isə böyükdür, bərabərdir. Keçək indi 36-cı suala. 36-da nə deyir bəs bizə? Modulda deyir, təninin ən kiçik kökünü tapın. Modulda x kvadratı minus x minus 12 bərabərdir 12 çıx x kvadrat üstə gəl x-a. Birincisi uşaqlar, modul necə açılır? Modul özü kimi açılır. X kvadrat çıx x minus 12 bərabərdir 12 minus x kvadrat üstə gəl x-a. Bir də necə açılırdı? Mənfisi ilə x kvadrat çıx x minus 12 bərabərdir -12 üstə gəl x kvadratı çıx x-a. Burada hamısı eyni şey olduğu üçün sıfıra gedəcək, baxmırıq. Digəri keçəndə 2x kvadratı çıxılsın 2x, çıxılsın 24 bərabər 0-a, x kvadratı çıx x çıx 12 bərabərdir 0-a. Bunun da kökləri nə olacaq? Bir 3, 4 olar yəqin, amma birinin mənfi olması lazımdır. Hangisi acaba mənfidir? -3, 4.
Ən kiçik kökünü istəyirsə mənfi 3 olacaq Y variantı 36-da. Digərdə bunun eynisidir. Görürsünüz burada ən böyük kökü. Ən böyük kökdə nədir? 4-dür. D variantı. Yox, bir dəqiqə. İşarə fərqlidir. Hə, işarəyə diqqət olun. Yəni burada olacaq nə? Görürsünüz eyni yuxarıdakı tənlik qalmışdı da. Deməli olacaq x kvadratı üstəgəl x minus 12 bərabər 0-a. Bunun da kökü olacaq neçə? 3 ilə mənfi 4. Cəmi mənfi 1 eləyir. Hasili mənfi 12. Bizə ən böyük kökünü istəyirsə cavab olacaq B variantı. Keçirik indi neçəyə? 38-ci suala. 38-ci sualda isə deyir ki bizə, deməli 38-də n parametrin hansı qiymətində tənliyin həlli x1 və x2 kökləri şərtini ödəyər. Deməli, birincisi deyəcək ki, x1 üstəgənsin x2 bərabər nəyə? n minus 1-ə. Və x1 vurulsun x2 nəyə bərabərdir? n minus 2-yə. Bu 1. Aşağıda tənli işləsə indi. x1-in kvadratı üstəgəl x2-in kvadratı üstəgəl 2 kiçikdir. Nədən? 7 vur n plus 1-dən. Gəlin bunu yazaq. x1 üstəgəl x2-nin mörtəzə kvadratı çıx 2x1 x2. Üstəgəl 2 kiçikdir 7 m üstəgəl 7-dən. Burada verilənləri yazaq. Cəmi olacaq n minus 1-in kvadratı çıx 2 vurulsun n minus 2 üstəgəl 2 kiçikdir 7m plus 7-dən. Vurub açanda m kvadratı minus 2m plus 1 çıx 2m üstəgəl 4 üstəgəl 2 çıx 7m çıx 7 kiçikdir 0-dan. Burada m kvadratı qalır. 2m 2m eləyir 4m mənfi. Üzərinə də mənfi 7 gəlinə mənfi 11-i. Sonra nə alınır? 1, 4, 5. Üzərinə 2 gəlir 7. Bu 7-nin də çıxanda qalır 0. Kiçikdir 0-dan. Bu da m çıxardanda m minus 11 kiçikdir 0-dan. Bunun aralığı haradır? Bir kökü 0-dır, bir kökü 11-dir. Qoyduqda müsbət mənfi 11-dən böyük ədəd qoyaq. 12 qoysaq müsbət olacaq. 0 ilə 11 arası 10 qoysaq mənfi müsbət düz yazdıq. Mənfi aralığı istəyir 0 ilə 11 arası. İndi 0-11 arası hansı variantda var? Y variantında var 38-də. Olacaq cavab Y variantı. Aşağıdakı tənlikdə eynidir uşaqlar. Burada yazarıq ki x1 üstə gəlinsin. x2-nin mörtəzə kvadratı çıx. 2 x1 x2 üstə çıxılsın 2 kiçikdir 3 n plus 3-dən. Burada cəmin yerinə x1 üstəgəl x2-nin yerinə n plus 1, fərqin yerinə, hasilin yerinə isə uşaqlar yazacaq. Mənfini də nəzərə alanda nə olacaq? Mənfi n minus 2. Vəssalam. Gətirib yerinə qoyanda olacaq neçə? M plus 1'in mörtəzə kvadratı çıx 2 vurulsun mənfi minus 2 çıx 2 kiçikdir 3 m plus 3-dən. İndi bunu işləyəndə uşaqlar bu tərəfdən işləyərik. Bu da bizə nəyi verəcək? Deməli verəcək m kvadratı üstəgəl 2m plus 2 çıx üstəgəl 2m plus 4 minus 2 kiçikdir 3m plus 3-dən. Bu da açanda burada 2'lər gedər. Plus 4 minus 2. Aha. Qalacaq m kvadratı çıxız üstə gəlsin 3m və bu tərəfə keçirəndə üstə gəlsin 1 kiçikdir 0-dan. Burada pardon bu 1'eymiş. Diqqətli yanaşmamışıq. Bura onda olmur. M üstə gəlsin m plus 1 kiçikdir 0-dan. Bunda bir kökü 0'dır, bir kökü mənfi 1 arağı çəkirik. 0'ı mənfi 1'i qeyd edirik və nə edirik? Müsbət, mənfi, müsbət olacaq. Mənfi aralıq mənfi 1 ilə 0'dır. Bu da olacaq hara? A variantı. Keçək indi nəyə? 40 nömrəli suala. 40 nömrəli sualda uşaqlar, bilirdik ki, modul necə açılır? Özü kimi. Burada özü kimi açılanda yoxa çıxacaq x-lər. Ona görə də mənfisi ilə açırıq. Çünki 1-2 modulda x bir dəfə bərabərdir x-ə, bir dəfə də modulda x bərabərdir. Necə açılır? Daha doğrusu modulda x bərabərdirsə 5-ə, bir dəfə deyirik x 5-dir, bir dəfə də deyirik x mənfi 5-dir. İndi burada da x kvadrat üstə gəl 5x minus 6, bir dəfə x kvadrat üstə gəl 5x minus 6-ya bərabərdir. Bir dəfə də x kvadrat üstə gəl 5x minus 6 bərabərdir mənfi x kvadrat üstə gəl 5x minus 6-ya. Bu hissə sıfırlaşır deyə bu getdi, bərabərlik. Digər tərəfə keçəndə 2x kvadratı üstə gəl 10x minus 12 bərabər 0. Hər tərəfə 2-yə böləndə x kvadrat üstə gəl 5x minus 6 bərabər 0 olur. Burada da köklər nədir? 6 ilə 1 yox. 2 ilə 3 olmur. 5 ilə 1, 6 ilə 1. Amma biri mənfidir. Mənfi 6 ilə 1. Mənfi 6 ilə 1 isə
Y variantlarını çıxa bilərik. İndi kökü yazıram. Deməli, -6 1. Qoyuruq. Müsbət, mənfi müsbət olacaq. Öz-özdən rəqəmlər qoyub yoxlaya bilərsiniz. Bizə hansı aralıq lazım olasıdır? Bərabərsizliyi həll eləyin deyir. Həll eləyin deyirsə, deməli, bu ifadədə nə olmalıdır? Modul müsbətə bərabər olmalısı, bura müsbət olması lazımdır. İfadənin müsbət olduğu aralıq mənfi sonsuzluq -6, 1 müsbət sonsuzluq olacaq 40 nömrədən 3-ə. A variantı, yəni bu şərtə mütləq diqqət edin ki, burada söhbət moduldan gedirsə, müsbətlikdən gedir. İndi 41 nömrəli sualda bu tipdədir uşaqlar. 41-də də nəyə fikir verəcəyik? Deyir ki, bizə 41-də x kvadrat üstəgəl 8x plus 12 nə olmalıdır uşaqlar? Sıfırdan böyük bərabər. Birbaşa götürüb işləyirik. Niyə? Çünki, baxın, şagirdlər, bu ifadənin özü kimi açanda sıfırlaşır. Mənfisindən açanda hamısını bir tərəfə toplayanda, sonra 2-yə böləndə yeni inşa arıqda bunu dəfələrlə işlədik deyə təkrarlamıram. Məsələn, bunun da kökləri nədir? -6 ilə -2. Cəmi -8 müsbəti yazılır. Dayan müsbət 8 görünüşündəsə -8 deməkdir. Hasildə eləyir müsbət 12. Arağı çəkirik x plus 6, x plus 2. Böyük bərabər olmalı 0-dan. Araqda -6, -2-ni qeyd edirik. Daxildə hər iki kök. Müsbət, mənfi, müsbət olacaq. Bizə lazımlı müsbət hissə olacaq C variantı. Mənfi sonsuzluq -6 birləşir. 6, -2 müsbət sonsuzluqla. Keçək 42-yə. Gəlin öncə 43-də diskriminant tapaq. Diskriminant bərabərdir 4k kvadratı çıxılsın 4k kvadratı minus 16 bərabərdir. Bunlar gedir, qalır mənfi, daha doğrusu minus təsir edir, plus 16 olur. Olur 16. Deməli, diskriminant 16-dırsa, nə olacaq bunun kökü? x1 bərabər olacaq 2k plus 4 bölünsün 2-yə. Digər kökü isə bərabər olacaq 2k minus 4 bölünsün 2-yə. Bu da nəyə bərabərdir? K plus 2-yə, bu da K minus 2-yə. Bir kökü 2-dir, mənfi 2-dir, bir kökü 4-dür. Buradan da deyəcək ki, K üstəgənsin 2, nə ilə arasında? 4 ilə mənfi 2 arasında yerləşir. K olacaq o zaman 2 ilə 0, daha doğrusu mənfi 4. Bir də K minus 2, 4 ilə 2 arasında, mənfi 2 arasında yerləşir. K da olacaq nə? O zaman 6 ilə 0. İndi bizə deyir ki, hansı aralıqda yerləşəcək? Mənfi 4 ilə 2 mi, yoxsa 0 ilə 6 mı? İndi bunda xət çəkirik, qeyd edirik. Demək, bir kökü nədir? 2-dən mənfi 4-ə bu aralıq. Bir kökü isə 0-dan 6-ya bu aralıq. Hər ikisinin daxil olduğu nədir? 0, 2, yəni B variantı. Digərində də 44-də də eyni şəkildə tapasıyıq. Deməli, nə yazacaq? Yazacaq ki, 44-də. 44. Yazacağıq ki, x kvadratı çıx 2kx üstəgəl k kvadratı minus 1 bərabər 0-a. Diskriminant bərabər 4k kvadrat çıxılsın 4k kvadratı plus 4 bərabərdir olacaq 4-ə. Bunlar gedəcək. Deməli, 2 üstəgəlsin çıxılsın 2k bölünsün 2. Bunun bir kökü olacaq 2k plus 2 bölü 2. Bir kökü də 2k minus 2 bölü 2. Yəni k plus 1, k minus 1. Deməli, bir dəfə k plus 1 nə ilə nə arasında yerləşir? Mənfi 1 ilə 3. Bir dəfə də k minus 1 yerləşir 3 ilə mənfi 1 aralığında. Bunu bu tərəfə keçirəndə olacaq mənfi 2 ilə 2 aralığında. Burada da k olacaq 4 ilə 0 aralığında. Aralığı çəkirik yenə mənfi 2-dən 2-yə kimi, bir də 0-dan 4-ə kimi. Hər ikisinin daxil olduğu nədir? 0-2 aralığı Y variantı. Keçirik indi neçəyə? Bu 44-cü sual idi. 45-ci suala. Bərabərsizlik ödənməyəndir. İndi biz öncə nə etməliyik bunun üçün? Ödəyənləri tapaq. Yəni, ümumiyyətlə, tənliyi biraz sadələşdirək. Görə bizə nə veribdir 45-də? Deyir ki, bizə 4x kvadratı üstəgəl 4 böyükdür 9x plus 2-dən. Hamısını bir tərəfə keçirəm. 4x kvadratı üstəgəl 4 minus 9x minus 2 böyükdür 0-dan. Burada eləyəcək 4x kvadratı çıx 9x çıxılsın üstəgəlsin 2 böyükdür 0-dan. Böyükdür, bərabərtisi yoxdur, bağışlayın. Bunda diskriminantdan kökləri olacaq 81 çıxılsın 4-ü 4-ə 16, 16-nın 2 vurunda 32. Verəcək 49-u. Bu da 7 üstəgəlsin çıxılsın 3, 9 bölünsün 8. 7-nin üstünə, 9-un üstünə 7 gələndə eləyəcək 16 bölü 2 bir kökü. Bir kökü də olacaq 8-də 1. 8-də 2, yəni 4-də 1. Köklərini tapdıq. İndi bizə deyir ki, ödəməyən.
ən böyük ədəd. Ödəyənlər unutmayın uşaqlar. Müsbət olsun deyə ödəyənlər olacaq mənfi sonsuzluqdan 2, 2-dən müsbət sonsuzluğa. Ödəməyən isə, daha doğrusu 4-də 1-ə, 4-də 2-dən müsbət sonsuzluğa. Ödəməyənsə olacaq 4-də 1 ilə 2-nin arasında qalanlar. Ən böyük neçə ola bilər? Təbii ki, ən böyük neçə olacaq? Ən böyük olacaq 2, çünki 2 də bu aralığa daxildir, digərinə daxil deyil deyə. 46-da da yenə bax sadələşdirərəm. 3x kvadratı üstə gəlir 3 çıx 4, üstə gəl 5x böyütü 0-dan. Bu da eləyir 3x kvadratı üstə gəl 5x çıxılsın 1 böyütü 0-dan. Diskriminantdan kökünü tapanda 25 çıxılsın 9 eləyir 16, o da eləyir neçə? Daha doğrusu üstə gəlsin 9. Üzr istəyirəm, burada 3-2 vuranda 6-ya elə bilmişəm 1-dir. Bu 6 olacaq. 6 olanda bu hissədə də qalacaq 2 plus 2. Bu da onda bizə verəcək 25 çıxılsın 24, yəni 1. Bunun diskriminantı 1-dir. Onda bunun bir kökü olacaq 3-də 2, bir kökü də olacaq neçə? Mənfi 1. Mənfi 3-də 2, mənfi 1. Vəssalam. Arağı qeyd edirik. Bir kökün yazırıq mənfi 1, bir digər kökün mənfi 3-də 2. Çəkirik. Müsbət, mənfi, müsbət. Ödəməyin dediyi üçün bizə mənfi lazımdır. Yəni, ödəməyin ən kiçik ədəd, ən kiçik olacaq mənfi 1 A variantı. Keçir indi 47-yə. Arağında təyin olunmuş. 47 deyir ki, arağında təyin olunmuş kvadratik funksiyanın qrafikinə əsasən bərabərsizliyi həll eləyin. Təyin olunmuş deyirsə, demək bu 2 ilə 5 onun kökü olacaq birincisi. Fx-ində, bu fx funksiyası daxı. 2, 5. Yaza bilərik ki, x vurulsun x minus 3, x minus 2, x minus 5. Belə yaza bilərik. Kiçikdir 0-dan. Sonra arağı çəkərik, köklərini qeyd eləyərik. Bir kökü 5-dir, bir kökü 3-dür, bir kökü 2-dir, bir kökü də 0-dır. Hamısı da daxildir gördüyünüz kimi. Sonra mənfi olanaraq 5-dən böyük qoyduqda müsbət alınır. 3 ilə 5 arası bir ədəd qoyduqda 4 qoysaq. Müsbət, 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 mənfi, mənfi olacaq. 2 ilə 3 arası 2,5 qoysaq. Müsbət, mənfi, mənfi, müsbət. Olacaq müsbət, mənfi, müsbət. Bu şəkildə gedəcək. Bizə hara lazımdır? Bizə lazımdır mənfi aralıq. 0-dan 2-yə, 3-dən 5-ə olacaq A variantı. Gedəcək 48-ci suala. İndi bizdə burada da deyir ki 48-də bu dəfə üz aşağıdır. Üz aşağıda o deməkdir ki A da 0-dır. A 0-dan böyük kiçikdir. Yəni olacaq x minus 2, x minus 4. Digəri olacaq mənfi, qabaqda mənfi olacaq. X plus 6, x plus 2. Kiçik, böyükdə bərabər 0-dan. Bunu mənfiyə vurduqda olacaq kiçik bərabər. Niyə mənfi dedikdə ağız aşağıdır deyə mütləq mənfi yazılmalıdır. O zaman işarə nə olasıdır? 0-dan kiçik olasıdır. Bunun köklərini qeyd edirik. Bunun kökləri deməli nədir? Mənfi 6, 2, mənfi 2, sonra 2 və 4. Qeyd edirik, sonra köklərini çəkdik. 4-dən böyük bir ədəd qoy, məsələn 5. Olacaq nə? 5 qoysaq. Müsbət, 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 müsbət. 2 ilə 4 arası 3 qoysam, müsbət, mənfi, müsbət, mənfi, müsbət, mənfi, müsbət. Belə gedəcək. Bizə nə lazımdır? Mənfi aralıq. Mənfi 6-dan mənfi 2-yə birləşir. Nə ilə? 2-dən 4-ə və hər ikisi daxildir A variantı. 49-a keçirik. Funksiyanın kvadrat funksiyanın qrafikinə əsasən bərabərsizliyin tam həllərinin cəmini tapın deyir. Vur hasillərinin cəmini istəyir bizdən. Bunun kökləri nədir? Bir kökü mənfi 6, 2-dir. Digər kökü, 2 kökü üst-üstə düşübdür. Demək, hər ikisində var. Bu zaman belə yazacaq. Bunun bir kökü x, birinci buna baxıram. X üstə gəl 6, x minus 2-dir bir kökü. Qabağında mənfisinin çünki ağız aşağıdır. Digərinin kökü x plus 3 və x minus 2-dir. Böyükdür bərabər 0-dan. Bu mənfini vuranda işarə dəyişəcək. X plus 6, x minus 2-nin kvadratı, x plus 3 kiçikdir 0-dan. İndi bizə nə deyir? Bərabərsizliyin tam həllərin cəmini tapın. Bunun köklərini yazacağım. Bunun kökü bir kökü mənfi 6-dır. Bir kökü mənfi 3-dür, bir kökü də 2-dir. Və işarə təyin eləmədə dedik kvadrat olan kökə baxmırıq. 2-dən böyük qoysaq müsbət, 2 ilə 3 arası qoysaq mənfi, mənfi altdan mənfi 2-də qoyanda mənfi olacaq. Daha doğrusu yox. 0 qoysaq, məsələn, mənfi 1 qoysaq ya da mənfi 1, mənfi 5 qoysaq.
Hə, bura müsbət olur uşaqlar. 2 mənfi 3-lə 2 arası müsbət. Çünki kvadrat budaq, kvadrat 3 götürmüşəm. Hə, indi mənfi 6-dan mənfi 3-ə məsələn mənfi 4 qoysaq, mənfi, digərdə olacaq müsbət. Bizə lazımdır nə? Mənfi aralıq. Oldu mənfi 6-dan 3-ə kimi. Mənfi çəkimi və hər ikisi daxildir. Tam əllərin cəmini istəyir. Mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 2 yoxdur. Bunların cəmi eləyəcək 10, 18, mənfi 18, B variantı 49-da. Yox, B deyilmiş, baxaq. Tam həllərinin cəmi. Digər köklərini də götürməliyik. Yəni 2 də bunun daxil olan köküdür. Deməli, mənfi 18 üstə gəlir 2 olacaq mənfi 16. Bunu unutmuşduq. Çünki burada böyük bərabərdir işarəsi. O deməkdir ki, aid olmayan, yəni aralığa daxil olmayan kökü də götürməlisən. Cavab olacaq o zaman Y variantı. Keçir indi 50-yə. Keçirik 50-yə. Deyir ki, bərabərsizliyin ən kiçik müsbət tam həlli ilə ən böyük mənfi tam həllinin cəmini tapın. Öncə işləyərəm. X kvadratı çıxılsın, ya da bunu belə yazarım. İşləyəm. X kvadratı çıxılsın 6x üstə gəl 9 çıx 9 üstə gəl x kvadratı böyükdür 0-dan. Burada 9'lar gedir. Qalır 2x kvadratı çıx 6x böyükdür 0-dan. Bunu da yazıram 2x'i çıxardanda x minus 3 böyükdür 0-dan. Bunun kökü nədir? Bir kökü 0'dır, bir kökü 3'dür. Müsbət, mənfi, müsbət eləyəcək bu tip şeylər. Yerinə qoyun. 4 qoysaz müsbət, 2 qoysaz mənfi, mənfi 1 qoysaz müsbət alınır. Bizə müsbət aralıq lazımdır. Mənfi sonsuzluq 0, birləşir 3 müsbət sonsuzluq. Mənə deyir ki, bərabərsizliyinin ən kiçik müsbət tam həlli. Ən kiçik müsbət nədir burada? 4. Və ən böyük mənfi tam həlli də mənfi 1-dir. Cəmin tapın deyir. Bu ikisinin cəmi olacaq müsbət 3. Yəni cavab burada 3-dür. İndi 51-ə də baxırıq. Eynisi də 51-də də. 51-də də deyir ki, uşaqlar, neynə? 4 çıx x kvadratı kiçikdir. X kvadratı çıx 4x plus 4-dən. Plus 4'lər gedir. X kvadratı bunu keçəndə 2x kvadrat çıx 4x böyükdür 0-dan. 2x'i çıxardanda x minus 2 böyükdür 0-dan. Bunun bir kökü 2'dir, bir kökü 0'dır. Qeyd edirik 0'ı da 2'ni də. Və olacaq yenə müsbət, mənfi, müsbət. Müsbət aralıq mənfi sonsuzluq 0, birləşir 2 müsbət sonsuzluq. Deməli, ən kiçiklə ən böyük nə oldu? 3 ilə mənfi 1. Cəmi olacaq 2. Keçirik 52-yə. Deyir ki, şərtini ödəyən ağlar üçün 7 minus 5A ifadəsinin tam qiymətləri cəmini tapın. Burada nə etmək lazımdır? Birincisi bu tip suallarda. Öncəliklə yazıram ki, A kvadratı çıx A kiçikdir 0-dan. Buradan A-nı çıxardanda A minus 1 kiçikdir 0-dan. 0, 1. Qeyd edirəm 0-ı və 1-i. Müsbət, mənfi, müsbət olacaq həmişə bu tip suallarda. Bizə lazım mənfi aralıq oldu 0 ilə 1. Bir dəfə yerinə 0 qoyaram. 7 çıx 5 vur 0 olacaq 7. Bir dəfə 1 qoyaram. 7 çıx 5 vur 1 olacaq 2. Qiymətləri cəmini istəyir bizdən. A-lar üçün 7-5 ifadəsinin tam qiymətləri cəmini tapın. Üzr istəyirəm, belə qoymayacağıq. Deməli, 0 ilə 1 arası deyirsə, deməli yazacağım ki, 7 çıx 5A yerləşir nə ilə 1 ilə 0 arası. Öncə hər tərəfdən 7-ni çıxaram o zaman. Alınacaq neçə? Deməli, 7-ni çıxdıqda A-nı tapmalıyıq axı sırf. Ya da belə bilərik. Bu cür yanaşmayıb. Belə deyərik. Bizim A-mız nə ilə nə arasında yerləşdi? 1 ilə 0. Bunu 7 çıx 5A-ya gətirmək üçün öncə nə edərəm? Hər tərəfi mənfi 5-ə vuraram. O zaman olacaq mənfi 5A və buranı vuranda olacaq yenə 0. Mənfi 5A. Və hər tərəfə 7 gələrəm. 7 çıx 5A və burada olacaq 2. İndi deyir, tam qiymətləri cəmini tapın. Deməli neçə oldu? 2 ilə 7 arasında oldu. Təbii burada mənfi vurduğumuz üçün işarə dəyişəcək. 2 ilə 7 arasında tam qiymətlərinin cəmini istəyirsə. Hansılar oldu burada? 3, 4, 5, 6. Bunların da cəmi neçə eləyəcək? 10, 15, 18. İndi gəlin baxın 53-ə. Bu da onun eynisidir.
Deməli, 3-də nə edəcəyik öncəliklə? Yazacağım ki, a kvadratı çıxılsın a kiçikdir 0-dan. Bu da eləcək a vurulsun a minus 1 kiçikdir 0-dan. Bunun da kökü 1 ilə 0-dır. Deməli, a nə ilə nə arasında? 1 ilə 0 arasında yerləşir. Bizə lazımdır bunu 3 plus 4a formasına gətirməyəcəm. Öncə 4-ə vuraram. Olacaq 0, 4a, 1, 4. Hər tərəfi 3-ə vuraram. Da 3 üstünə gələcəm. Bu da eləcək neçə? 3, 4A üstə gəl 3 və 7. Hansı var? 4, 5, 6. Cəmi neçə eləyəcək? 11 yox, 15. Keçək 54-də. 54-də dedik ki, bərabərsizliyin ən kiçik natural həllini tapın. Demək, öncə yazaram ki, 54-də x çıxılsın 4, x kvadratı çıx 7x plus 12 böyütü 0-dan. Burada bunun kökləri nədir uşaqlar? 4-dən 3-dür. Yazacağım x minus 4, x minus 4, x minus 3. Nədir? Böyütü 0-dan. Bu da eləyir x minus 4-ün kvadratı, x minus 3 böyütü 0-dan. Burada bu 0-dan böyümək üçün burada zaten həmişə müsbətdir. Deməli, x nə olmalıdır? 3-dən böyüklər olmalıdır. Bizə nədir? Ən kiçik natural həllini tapın. Ən kiçik natural həlli hansıdır? Burada unutmayın, 4 ola bilmir, 3 ola bilmir. Deməli, ən kiçik hardan başlayacaq? 5-dən. Çünki bu nədir? 3 müsbət sonsuzluq. Amma mütləq 4-ü də boş çoxluqda yazırıq. Onda ən balaca 5 daxil olacaq. Keçirik 55 nömrəli suala. 55 nömrəli sualda bunun kimidir uşaqlar? Deməli, nə edirəm? X minus 5, sonra x minus 5, x kvadratı minus 9x plus 20 böyütü 0-dan. Burada nə edirəm? Burada köklər nədir? Bunun 5 ilə 4-dür, cəmi 9 hasil 20-nin. X minus 5-in kvadratı x minus 4 böyütü 0-dan. Bura baxmıram. X minus 4 0-dan böyütsə x böyütü 4-dən. Çünki digər hansıda müsbət daxil. 4-dən böyük deməli 4 daxil deyil, 5 də daxil deyil. O zaman 4-5 arası bir də 5-dən böyüklər. Ən kiçik nə ola bilər? 6 ola bilər. Keçirik 56-ya. 56-da bəs nə deyir bizə? Deyir ki, uşaqlar, a böyükdür a kvadratından. Bunu da keçirəndə a minus a kvadrat böyükdür 0-dan. A kvadratı minus a kiçikdir 0-dan. A vurulsun a minus 1 kiçikdir 0-dan. Bu da olacaq 0, 1 aralığı. Qeyd eləyəcəm 0 ilə 1-i və bizə olacaq müsbət, mənfi, müsbət. Bizdə mənfi aralığı istəyirsə, olası da 0 ilə 1 aralığı. A-ların deyir, tam qiymətləri cəmini tapın. İndi gəlin burada baxaq. Birinci bizə a kvadrat lazımdır, 2a lazımdır. Onda a kvadrat tapmaq üçün bu a-mız 0 ilə 1 arasındadırsa, 0 ilə 1 arasındadırsa, a kvadratı onda nə olur? Yenə 1 ilə 0 arasında olur. Bəs 2a olanda nə olur? Hər tərəf 2-yə vurulur, 2 ilə 0 arasında olur. Bu ikisini toplayanda nə verəcək bizə? 0, a kvadratı plus 2a, burada 3. İndi bir dənə də üzərinə yenə 3 gəlirəm bu ifadə yaransın deyə. Olacaq 3, a kvadratı plus 2a plus 3, bir də olacaq 6. İndi mənə nə deyir? Tam qiymətləri cəmini tapın. 3 ilə 6 arası 4, 5, 6 var. 4, 6 yoxdur, 4, 5 var. Cəmi də eləyəcək 9. 57-yə baxın uşaqlar. Yenə eyni aralıqdır. Baxın, unutmayın. Bu sualın cavabı nədir? A 0 ilə 1 arasında yerləşir deməkdir. A kvadratını tapmaq üçün hər tərəfi kvadratı yüksəldirəm. Yenə 0 ilə 1. 4A-nı tapmaq üçün hər tərəfi 4-ə vuraram. Olacaq nə? 0 ilə 4. Bu ikisini tərəf-tərəfə toplayanda A kvadratı plus 4A yerləşəcək 5 ilə 0 arasında. Üzərinə də 5 gəldikdə 5, a kvadrat üstə gəl 4a plus 5, bu da olacaq 10. 5 ilə 10 arasında 6, 7, 8 və 9 var. Bunların cəmini bizdən istəyir. Olacaq neçə? Bunların cəmi bizə verəcək. 6 ilə 7, 13, 22, 30. Deməli, 57-də cavab nədir? 30-dur. Keçirik 58-ci suala. Bərabərsizliyin həllinin, deyir indi bizə bərabərsizliyin həllinin nəyini tap? Deyir ki, bərabərsizliyin həlli 2-5 parçası olması üçün. Bu deməkdir ki, uşaqlar, kökləri 2 ilə 5, yəni 8-ci sualda isə deyir ki, kökləri 2 və bu hissəni 2-5-i kök kimi istifadə edə bilərik. Köklərin cəmi onda nə olacaq? 7. Yəni, B 7-dir. 3B minus 11 bərabərdir 7-yə. Köklərin hasilini olasıdır. 2 vur 5, 10. 6C minus 2 bərabərdir 10-a. Buradan 6C bərabərdir 12-yə, C bərabərdir 2-yə. Buradan 3B bərabərdir 18-ə, B bərabərdir 6-yə. İndi bizə deyir, B ilə C-nin cəmini tap. 6 plus 2 bərabərdir 8.
8. Digər sualda da eyni şəkildə burada da aralığı 3, 6 veribsə, deməli 2b minus 5 bərabərdir 3 üstəgəl 6-ya. 8c minus 6 bərabərdir 3 vur 6-ya. Bu da eləcə 2b bərabərdir 9 üstəgəl 5-ə, 2b bərabərdir 14-ə, b bərabərdir 7-yə. Digəri 8c bərabərdir 18 üstəgəl 6, 24-ə, c də bərabərdir 3-ə. 7 üstəgəlsin 3 bərabərdir 11-ə. Burada da olacaq neçə? 10. Keçək indi 60-cı suala. Deyir ki, A parametrin hansı qiymətində bərabərsizliyin həlli bu parçası olar. Bu deməkdir ki, uşaqlar, bir x üstəgəlsin 2a kvadratı üstəgəl 5. Bir də verib bizə neçəni? X çıxılsın 2a kvadrat üstəgəl 7. Deyir, sıfırdan kiçik bərabərdir. İndi mən, məsəl üçün, bunu nümunə ilə göstərsə, x üstəgəl 5, x çıx 2 desək. Sıfırdan kiçik bərabər olanda bunun aralığı nə olur? Mənfi 5 ilə 2 aralığı olur. Müsbət, mənfi, müsbət deyirik və aralıq olaraq bunu götürürük. Elə deyil, yəni 2 ilə 5 parçasını, mənfi 5 ilə 2 parçasını götürürük. İndi burada da deməli bizim bax bu hissələrimiz bizim köklərimizdir. Yəni bunu mənfisi götürəsiyik. Yəni nə? Mənfi 2a kvadrat üstəgəlsin 5 bərabər olacaq mənfi a kvadrat üstəgəl 8a minus 10-a. Digərdə neçə olasıdır? 2a kvadratı plus 7 bərabərdir a kvadratı üstəgəl 9a minus 11-ə. İndi gəlin bunu işləyək, görək hara çıxacaq. Bunu yuxarıdakını işləsəm birinci. Olacaq nə? Mənfi 2a kvadratı, mənfilər gedəcək. 2a kvadrat üstəgəl 5, çıx a kvadrat, çıx 8a üstəgəl 10 bərabər 0-a. Burada eləcə a kvadratı, çıx 8a üstəgəl 15 bərabər 0-a. Bu da 3 ilə 5-dir kökü. Aşağıda aynı işləyirəm indi. 2a kvadrat üstəgəl 7, çıx a kvadratı, çıx 9a plus 11 bərabər 0-a. Bu da eləcə a kvadratı, çıx 9a üstəgəl 18 bərabər 0-a. O da 3 ilə 6 olacaq. Hər ikisində 3 olduğu üçün cavabı 3 götürəsiyik. Keçək indi 61 və 62-yə. Deyək ki, 61-ci sualda bu tənliyin bərabərsizliyin həllər çoxluğu 2-5 aralığıdır. Biz də dedik axı 2-5 deməli 10 köküdür. Yəni k bərabərdir 2 üstəgəl 5-ə, m də bərabərdir 2 vur 5-ə. K olacaq 7, m olacaq 10. İndi deyək ki, x böyükdür k-dan 7-dən, kiçikdir 10-dan. Tam həllərinin cəmini tapın. 7-dən kiçik, 10-dan böyük 8-dən 9 olar, cəmdə olacaq 17. 62-də də bax 2 ilə 6 deyirsə, deməli yenə 2, 6 bunun köklərinin hissəsidir. Yəni 2 üstəgəl 6 bərabərdir k-ya, 2 vur 6 bərabərdir m-ə. K bərabərdir 8-ə, m bərabərdir 12-yə. X böyükdür 8-dən, x kiçikdir 12-dən. 8-dən 12-dən kiçik 9, 10, 11 var. Cəmdə eləyəcək 20. 30 daha doğrusu, üzr istəyirəm, 30. Belə uşaqlar, bu sualları yekunlaşdırdıq. Əgər kanala abunə olsa, siz də bütün suallarına baxın.